Salam, mövzumuz surət hərəkə qabiliyyətidir. Ümumiyyətlə, fiziki tərbiyədə 6 hərəkə qabiliyyəti var. Bunlar hansılardır? Surət, surət güc, bədən yayılma qabiliyyəti, qüvvə, çeviklik və dözümlük hərəkə qabiliyyətidir. Bu gün biz sizinlə surət hərəkə qabiliyyəti haqqında danışacağıq. Surət hərəkə qabiliyyəti məsafənin və yaxud da hərəkətin mümkün qədər qısa vaxt ərzində yerinə yetirilməsi və ya başa çatdırılması deməkdir. Və bu hərəkə qabiliyyəti məktəblərdə inkişaf etdirmək üçün əsasən 11-14 yaş aralığında şagirdlər üçün inkişaf etdirilir və əlavə olaraq bu hərəkə qabiliyyəti inkişaf etdirmək üçün bir neçə metodlardan istifadə etmək lazım olur bizə. Bu metodlar hansılardır? Təkrar seriyalı, yarış, oyun, nəzarət və interval metodlarıdır. Və əlavə olaraq bir metodumuz da var, o da əsas sayılır, kontrast metodudur. Bu metodun açıqlaması, izahı o deməkdir ki, hərəkətlərin icrası yüngülləşdirilmiş, ağırlaşdırılmış və normal şəraitdə yerinə yetirilir. Yəni, izahın açıqlaması o deməkdir. Və əlavə olaraq onu da deyim ki, bu hərəkə qabiliyyətinin 3 komponenti var. Hərəkətin reaksiya tezliyi, tək hərəkətin icra tezliyi və maksimal qaçış sürətidir. Hərəkətin reaksiya tezliyi verilən komandadan və yaxud da siqnaldan idmançının hərəkətə başlayanacan olan vaxtda, zamana hərəkətin reaksiya tezliyi deyilir. Belə deyək, tutaq ki, hər hansı bir şagirdimiz start xəttində dayanır və mən müəllim olaraq həmin şagirdə deyirəm ki, diqqət və marş və yaxud da hər hansı bir siqnal verirəm. Həmin, belə deyək, siqnaldan və yaxud da marş komandasından idmançının hərəkətə başlayana dək olan ki, aralığında zaman ki var, vaxt ki var, həmin ana hərəkətin reaksiya tezliyi deyilir. Və hərəkətin reaksiya tezliyi də özü də iki yerə bölünür. Sadə reaksiya, mürəkkəb reaksiya. Sadə reaksiya hər hansı bir gözlənilən bir komandaya və yaxud da siqnala verilən bir cavabdır. Mürəkkəb reaksiya isə gözlənilmədən hər hansı bir ani olaraq hərəkət edən bir obyektə verilən bir cavabdır. Bunu da bildik. Və hərəkətin reaksiya tezliyi, yoldaşlar. Hərəkətin reaksiya tezliyi özünün də inkişaf etdirən bir hərəkətləri var. Bu hərəkətlər müxtəlif çıxış vəziyyətlərindən startlardır. Müxtəlif intervallı siqnallarla startlardır. Maylı qaçış yolundan startlardır və kürəyi qaçış istiqamətinə duruşdan qaçışlardır və s. Bunlardır. Və tək hərəkətin icra tezliyi, tək hərəkətin inkişaf etdirilməsi deyim, tək hərəkətin icra tezliyinin inkişaf etdirilməsindən danışım. Əsasən, addımın uzunluğundan və tezliyindən asılıdır tək hərəkətin icra tezliyi. Və tək hərəkətin icra tezliyi ilə inkişaf etdirən bir neçə hərəkətlərdən deyim. Əllər dayaqda yerində qaçış var, nişanlanmış sahədə qaçışlar var və yaxud da nişanlanmış sahədə tək ayaq üzərində, sol və yaxud da sağ ayaq üzərində hər bir nişana toxunmaqla vaxta qaçışlar və s. Və üçüncü komponentimiz maksimal qaçış sürəti. Maksimal qaçış sürətində inkişaf etdirən hərəkətlərimiz var. Bunlar hansılardır? Məsafə güzəştləri ilə startlar var, qısa məsafəyə estafetlər var, daha sürətli yoldaşı ilə qoşquna qaçışlar var, maylı qaçış yolunda sürətlənmələrlə qaçışlar. Buna daha da diqqət edin, yoldaşlar. Baxın, sürətlənmələrlə olan sözə. Hərəkətin reaksiya tezliyində tək deyir ki, maylı qaçış yolunda startlar, sürətlənmələrlə qaçışlar yoxdur hərəkətin reaksiya tezliyində. Amma maksimal qaçış sürətində isə deyir ki, maylı qaçış yolunda sürətlənmələrlə qaçışlar və yaxud da startlar. Bu maksimal qaçış sürətinə aiddir. Və yaxud da sağ və sol ayaq üzərində 30 metr vaxta qaçışlar və məkik 2x10, 3x10 və 4x10 metr məsafəyə qaçışlardır. Bunlardır. Və əlavə olaraq onu da deyim ki, bu hərəkə qabiliyyətinin diaqnostik qiymətləndirilməsi, kiçik summatik qiymətləndirilməsi və böyük summatik qiymətləndirilməsi var. Qiymətləndirmələr, diaqnostik qiymətləndirməni deyək, 30 metr məsafəyə qaçışlardır və böyük summatik qiymətləndirmə də 30 metr məsafəyə qaçışlardır. Baxın, hər ikisində, həm diaqnostik qiymətləndirməmizdə, həm də böyük summatik qiymətləndirməmizdə sürət hərəkə qabiliyyətlərdən
hər iki qabiliyyətindən yalnız 30 metr məsafəyə qaçışlar belə deyək, normativi götürülür. Amma kiçik summativ qiymətləndirmədə isə fərqlidir. 5-ci sinifdə yalnız 30 metr məsafəyə qaçışlardır. 5-ci sinifdə. 6 və 7, 8 və 9-cu siniflərdə isə 60 metr məsafəyə qaçışlardır. Və 10, 11-ci siniflərdə isə 100 metr məsafəyə qaçışlardır. Və bunlardan əlavə olaraq, hər birində əlavə olaraq 4x50 4x50 metr məsafəyə estafet qaçışı da var. Baxın, 5-ci sinifdə 30 metr məsafəyə qaçış və 4x50 estafet, həmçinin 6 və 9-cu sinifdə 60 metr məsafəyə qaçışlar və 4x50 estafet yarışı və əlavə olaraq 11-ci sinifdə də 100 metr məsafəyə qaçışlar və 4x50 estafet yarışıdır.